73-cü sual. Mühəndis hər gün saat 8-də vağzalda olur. Zavoddan çıxan xidməti avtomobil saat 8-də vağzala gəlir və mühəndisi 8:30-da zavoda gətirib çatdırır. Gəlin elə cümlələri oxuduqca cümlələrdən nəticə çıxarmağa çalışaq. Deyir ki, zavoddan avtomobil çıxır. Saat neçədə çıxdığını bizə demir. Deyir ki, 8-də amma avtomobil vağzala gəlib çatır. Baxın, zavod, bu da olsun vağzal. Mühəndis hər gün gedir vağzala, vağzaldan avtomobil onu götürür. Deyir, mühəndis hər gün saat 8-də vağzalda olur. Mühəndis saat 8-də vağzalda olur. Avtomobildə deyir ki, 8-də vağzala çatır. Və deyir, 9-un yarısına kimi onu geri gətirir. 9-un yarısına kimi vağzaldan zavoda qayıdır. Buradan məntiqlə bunu anlayırıq ki, saat 8-də vağzalda olan avtomobil 9-un yarısına zavoda gəlib çatırsa, deməli, onda gedəndə də yarım saat vaxt sərf edir də. Onda biz həmin o maşının, avtomobilin saat neçədə zavoddan çıxdığını tapa bilərik. Saat 8-də vağzalda olan avtomobil 9-un yarısına qayıdırsa, deməli, yarım saat onun qayıtmaqdır. Eyni yoldan söhbət gedir. Qayıtmaq yarım saatdır, deməli, getmək də yarım saatdır. Saat 8-də vağzalda olurdusa, deməli, avtomobil saat 8-in yarısı zavoddan çıxır, 8-də vağzalda olur. Bunu bilək ki, bu bizə lazım ola bilər. Bir dəfə mühəndis vağzala saat 7-də gəlir və avtomobili gözləməyərək piyada yollanır zavoda tərəf. Yolda onu qarşılama gələn avtomobili oturur və zavoda həmçəkinə 20 dəqiqə tez çatır. Yəni, özü gəlib çatmamış, avtomobil yola düşür və rastlaşırlar, onu gətirir. Həmçəkinə 20 dəqiqə tez çatır. Yəni, neçədə? 9-un yarısı yox, həmişə 9-un yarısı çatırdı. Bu dəfə 9-10 dəqiqə işləmiş çatır. Və biz bilirik ki, indi avtomobil zavoddan həmişə eyni vaxtda çıxır, həmişə eyni yolla gedir, eyni orta sürətlə hərəkət edir. Bunu da bizə verir. Avtomobilin sürəti mühəndisin sürətinə neçə dəfə çoxdur? Bunu necə tapırıq? Baxın, həmişə yarım saat getmə, yarım saat gəlməyə vaxt gedirdi avtomobilin. Bu dəfə mühəndis müəyyən qədər yolu özü yeriyir deyə, avtomobil onu yarı yoldan götürmüş olur, yəni biraz qabağa düşürlər, 20 dəqiqə. Saat 8-in yarısı həmişə avtomobil yola düşür zavoddan. 9-10 dəqiqə işləmiş, bu dəfə qayıtdılar. Deməli, 40 dəqiqə yolda oldular. 20 dəqiqə getmək, 20 dəqiqə gəlmək. 40 dəqiqə yolda oldularsa 20 getmək, 20 gəlmək. Niyə 20 getmək? Həmişə yarım saat gedirdi. Çünki mühəndis də yolun müəyyən hissəsini gəlmişdi. Mühəndis yolun müəyyən hissəsini gəlmişdi deyə, avtomobil bu dəfə yarım saatlıq yolun 20 dəqiqəsini getdi, 10 dəqiqəsini getmədi. 20 dəqiqəsini getdi, mühəndislə yolda rastlaşdılar, onu götürdü, qayıtdı. Yəni 40 dəqiqə vaxtları getdi. Buradan nə nəticə çıxara bilərik bəs? Avtomobil həmişə yarım saat gedirdi, bu dəfə 20 saat getdi. 20 dəqiqə getdi. 30 dəqiqə yox, 20 dəqiqə. Yəni 10 dəqiqə az yol sərf elədi. Nəyə görə bəs 10 dəqiqə az yol sərf elədi? Çünki saat 7-də mühəndis yola düşmüşdü. O yolun müəyyən hissəsinin piyada yeridir. Deməli, mühəndisin o yerdiyi piyada yol avtomobilin sadəcə 10 dəqiqəsinə bərabər oldu. Saat 8-in yarısı yola çıxan avtomobil saat neçədə mühəndisə çatır? 8-ə 10 dəqiqə qalmış. 07:50-də mühəndisə çatır. Mühəndisi götürür, 20 dəqiqəyə qayıdır. 9-10 dəqiqə işləmişə qayıdır. Deməli, bu şəkildə. 9-10 dəqiqə işləmişə qayıdır. Onda saat 7-dən yola çıxan mühəndis saat 07:50-yə kimi, yəni 8-ə 10 dəqiqə qalmışa kimi 50 dəqiqə boyunca deməli, mühəndis piyada yerimiş olur. Sonra 07:50-də rastlaşırlar və qayıdırlar. Mühəndisin bu 50 dəqiqə yeriməsi sadəcə olaraq avtomobilin 10 dəqiqəsinə bərabər olub. Deməli, avtomobil mühəndisdən 5 dəfə daha sürətlidir. Bu şəkildə tapırıq. C variantı.